Salam, bugün sizlə mən bu labı həll eləyəcəyik. Bizdə burada istənilən admin olaraq daxil olmamız və Carlos user'ını silməyimizdir. İlk öncə bizə verilən istifadəçi məlumatlarını daxil edək. Və gördüyünüz kimi biz burada keçmiş lablardan da xatırladığınıza görə biz burada bu hissəni əsasən manipulə edə bilirik. Yəni, misal, biz bu hissəni Carlos etsək, biz Carlos'un hesabının məlumatlarını görəcəyik. Amma labda bizdən istənilən admin olaraq daxil etməmiş və Carlos'un user'ını silməyimizdir. Bura administrator tapaq və belə. Gördüyünüz kimi burada adminin parolu var. Gördüyünüz kimi biz bunu görə bilmirik, amma biz əgər səhifəni incələsək və daha yaxından baxsaq, biz burada adminin parolunu görərik. Yəni bu hissədə. Buradan bunu kopyalayaq və logout eləyək, çünki biz admin hesabına daxil olacaq və beləliklə admin hesabına girdik. Buradan admin panelə gəlirik və bizdən istədiyi kimi Carlos user'ını silirik. Və bu qədər.